Salam, hörmətli tamaşaçılar. Ediniz TV efirdədir. Vətəndaş mövqeyinin qonağı millət vəkili, beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr 2 qrupunun üzvü Nigar Məmmədovadır. Salam Nigar xanım, xoş gəlmisiniz. Çox sağ olun dəvətiniz üçün. Nigar xanım, bilirsiniz ki, 15-16 aprel tarixlərində Gürcüstanın prezidenti Mikhail Kaakashvili Bakıya səfərə gəldi və onun Bakıya prezident seçildiyindən sonra ilk səfəri idi. Sizcə, iki tərəfli görüşlərdən sonra nə gözlənilir? İlk olaraq Azərbaycan və Gürcüstan münasibətlərinə mən bir diqqətinizi yönəltmək istərdim. Azərbaycan-Gürcüstan münasibətlərinin strateji əhəmiyyəti göz qabağındadır. Burada həm iqtisadi tərəfini biz təhlil edə bilərik, həm siyasi tərəfini təhlil edə bilərik və ilk növbədə mənəvi tərəfini biz təhlil etməliyik. Çünki Azərbaycan-Gürcüstan arasında olan qardaşlıq münasibətləri, dostluq münasibətləri, qonşuluq münasibətlərini biz təhlil etməliyik. Bunun da məhz əsasında tarix durur, bunun da əsasında mədəniyyət kökləri durur, adət-ənənələrimiz durur ki, məhz bu xalqları, bu dövlətləri birləşdirən bağlar durur. Bu münasibətləri daha da sıxlaşdırır, bu münasibətləri daha da möhkəmləndirir, bu fundament yaradır. Bugün Azərbaycan, Gürcüstan Avropanın enerji təhlükəsizliyində vacib sözü deyən məhz iki dövlətdir. Bugün Azərbaycan və Gürcüstan Avrasiyanın enerji təhlükəsizliyi xəritəsini tərtib edən iki dövlətdir. Azərbaycan və Gürcüstan münasibətləri haqqında danışanda əlbəttə ki, iki tərəfli münasibətlər gözümüzün qabağına gəlir. Həmçinin çox tərəfli müstəvidə də beynəlxalq təsisatlarda da bir-birini dəstəkləyən iki dövlətdən biz bəhs edirik. Burada xarici siyasətdə mövqeləri üst-üstə düşən məhz iki dövlətdən biz danışırıq. Burada ərazi bütövlüyü, suverenliyini dəstəkləyən iki dövlətdən danışırıq və bundan da savayı biz nəqliyyat və enerji layihələrindən danışmalıyıq ki, məhz iki dövlət bu enerji və nəqliyyat layihələrində tərəfdaş dövlətlərdir. Azərbaycan və Gürcüstan üzərindən görün neçə layihələr keçir. İstər Bakı-Tbilisi-Qars layihəsi, istər Bakı-Tbilisi-Ceyhan layihəsi, Bakı-Tbilisi-Ərzurum layihəsi. Bugün Azərbaycan və Gürcüstan arasında çox zəngin qanunvericilik bazası mövcuddur ki, bu da iki dövlətin arasında olan münasibətlərin möhkəmləndirilməsi, daha da genişləndirilməsi üçün qapılar açıq bir necə deyim, fürsət yaradır ki, bu iki dövlət daha da münasibətlərini daha da möhkəmləndirir və mən qeyd etməliyəm ki, məhz Azərbaycan Gürcüstana 3,6 milyard dollar investisiya qoyub. Bu da çox böyük göstəricidir ki, bu da iki dövlət arasında o siyasi münasibətlərin nə qədər güclü olduğunu, inamın, etimadın nə qədər güclü olduğunu göstərir ki, iqtisadi münasibətlər də o səviyyədədir, yüksək səviyyədədir. Azərbaycanın qazı 2024-cü ildə məhz Bakı-Tbilisi-Ərzurum layihəsi üzərindən 56,6% məhz Bakı-Tbilisi-Ərzurum layihəsi üzərindən keçir və Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan üzərindən 2024-cü ildə məhz 76% məhz Bakı-Tbilisi-Ceyhan üzərindən keçir. 2024-cü ildə ticarət dövriyyəsi iki dövlət arasında 1,3 milyard təşkil edir. Yəni bu rəqəmlər özlüyündə məhz Azərbaycanla Gürcüstan arasında münasibətlərin hansı səviyyədə olduğunu göstərir. Həmçinin qeyd etməliyəm ki, bu Cənub qaz dəhlizinin 2020-ci ildə olan Trans-Adriatik sektorunun açılması da Azərbaycan qazının Avropaya nəql edilməsi üçün bir baza yaratdı. Bu da Azərbaycanla Gürcüstan arasında olan münasibətlərin yeni bir müstəviyə mərhələsinə keçirdi. Azərbaycanla Gürcüstansız məhz orta dəhlizi biz təsəvvür edə bilmərik. Hər iki dövlət orta dəhliz layihəsində aparıcı bir sözünü deyən dövlətlərdir, özünə məxsus bir rolu olan dövlətlərdir.
həm nəqliyyat, həm enerji layihəsində biz görürük nə qədər vacib rol oynayan dövlətlərdir və həmçinin də Azərbaycan qazı Gürcüstana nəqd edilir ki, bu cənab prezident ADA beynəlxalq forumunda da bu haqqda danışdı. Ümumiyyətlə Gürcüstanın daxili qaz şəbəkəsinin yaradılmasında Azərbaycan çox vacib bir rol oynayır. Azərbaycanın bu sahədə təcrübəsi də çox zəngindir. İstər Albaniyanın, istər Bolqarıstanın daxili qaz şəbəkəsinin necə formalaşdırılmasında, eləcə də Gürcüstanın cənab prezident qeyd etdi, 30%-dən 80%-a qalxızıb qaz təminatını. İki dövlət arasında bütün bu layihələrdən bu sahələri biz sadalayırıq. Bugün Azərbaycan bərpa olunan enerjidən əgər bəhs ediriksə, bu sahədə də Gürcüstan yenə Azərbaycanın məhz çox yaxın tərəfdaşıdır. Əgər imzalanan sazişləri biz sadalasaq, burada Rumıniya var, Qazaxıstan var. Bugün burada məhz yenə Gürcüstan da var. Çünki və hələ mən Mərkəzi Asiyanı demirəm, orada Qazaxıstan, Özbəkistan, bu dövlətlər arasında məhz Gürcüstanı da biz qeyd edə bilərik. Məhz əgər qaz, neft və paralel olaraq bugün Azərbaycanın yaşıl gündəliyinə uyğun olaraq bərpa olunan enerjinin məhz Avropa bazarlarına ötürülməsində Azərbaycanın yaxın tərəfdaş kimi Gürcüstan burada mega layihələrin məhz hələlik texniki tərəfləri təhlil olunur, iqtisadi tərəfləri təhlil olunur, mega layihələr, sualtı boru kəmərlərinin məhz gələcəkdə istismara verilməsi, bərpa olunan enerjinin inkişafı və onun Avropa bazarlarına nəqd edilməsi və burada Azərbaycanın məhz yanında yenə Gürcüstan tərəfdaşı kimi biz Gürcüstan tərəfdaş kimi görürük. Cənab prezident bu Gürcüstan baş nazirinin səfəri zamanı da bunu dedi. Layihələr genişlənəcək, layihələr inkişaf edəcək və Azərbaycan məhz bu layihələrin məhz icrasında öz yanında tərəfdaş kimi Gürcüstanı hökman yanı görür. Bu da Azərbaycanın Gürcüstana olan etimadından gəlir, bu Azərbaycanın Gürcüstana olan inamından gəlir və eləcə də yəni bu qarşılıqlı olan sıx əməkdaşlıq münasibətlərindən doğan bir yəni prosesdir. Bəli. Nigar xanım, Cənubi Qafqazda Azərbaycan lider dövlətdir və Gürcüstanla qədim tarixə malik, milli dəyərləri olan bir dövlətdir, qonşuluq əlaqələri olan bir dövlətdir və tali yolları da eyni keçib, eyni proseslərdən keçib. Keçən il prezident seçkilərində gördünüz hansı proseslər baş verdi və eyni zamanda bugünkü gün üçün Cənubi Qafqazda iki dövlətin atdığı addımlar daha çox önəmli kəsb edir. Sizcə Gürcüstan, Azərbaycan bu dostluğunu, qardaşlığını, bu proseslərində Ermənistana necə təsir edəcəkdir? Mən deyərdim ki, məhz Cənubi Qafqaz regionunun inkişafı, burada sülh və əmin-amallığın təmin olunması, burada həmçinin mən Gürcüstanın və Azərbaycanın Cənubi Qafqazda sülh və əmin-amallığın qarant ölkə olduğu mesajları məhz iki ölkənin mətbuata açıqlamasını da biz burada seyr etdik. Nə ki mətbuata açıqlamasında biz hələ bunu Antalya diplomatik forumunda da biz bunu həm şahidi olduq. Biz bunu cənab prezidentin ADA diplomatik forumunda da mesajlarında biz bunu, yəni bu mesajları biz dəfələrlə cənab prezidentin mesajlarında biz bunu eşidirdik. Beynəlxalq, yəni ictimaiyyətin diqqətinə cənab prezident bunu dəfələrlə Gürcüstanın nə qədər Azərbaycanla o tandem şəklində əməkdaşlıq, bir tandem təşkil etdiyini biz o mesajlarda hiss edirdik. Bugün Gürcüstan Azərbaycanın öz suveren hüququnu nə qədər effektiv şəkildə icra edir, nə qədər cənab prezident tərəfindən o düşünülmüş, uzaqgörən siyasəti dəstəkləyir və Azərbaycanda məhz o rol model deyirlər, nümunəvi siyasəti həm
həm bəyənir, həm də o yolla getdiyini biz bugün görürük. Və Azərbaycanda arxa görür, Azərbaycana inanır, Azərbaycana etimad göstərir və digər tərəfdən də Azərbaycanla məhz tandem şəkildə əməkdaşlıq edir. Nədir bunun əsas məqsədi? Çünki Cənubi Qafqazda məhz o tandem şəklində əməkdaşlıq edərək o sülhün və əmin-amanlığın sabitliyi qoruyarkən burada o inkişafı, dayanıqlı inkişafa nail olmaqdır. Əgər cənab prezident bunu çıxışında da dedi, biz vasitəçiyə ehtiyacımız yoxdur. Çünki vasitəçi deyəndə biz Minsk qrupunu gözümüzün qabağına gətiririk. Minsk qrupu da yəni daima olaraq o Qarabağın Ermənistana ötürülməsi niyyəti, o necə münaqişəni dondurmaq niyyəti. Çünki Minsk qrupu bir vasitəçi kimi münaqişəni həll etmək niyyəti Azərbaycan tərəfi bunu görmür. Vasitəçiyə ehtiyacı yoxdur deyəndə cənab prezident burada region dövlətlərin müstəqil şəkildə öz siyasətini yürütmək potensialına məhz beynəlxalq ictimaiyyəti çatdırır və burada əgər Gürcüstandan, Azərbaycandan söhbət gedirsə, Gürcüstan və Azərbaycan yetərincə potensialı var ki, öz siyasətlərini yürütsünlər. Burada beyin yuyulmasının qarşısının alınması. Siz bundan öncə də dediniz, yəni həm seçkilər zamanı Gürcüstanda biz bu prosesi gördük. Beyinlərin yuyulmasına heç bir yəni tərəfin ehtiyacı yoxdur. Burada dəyərlərin qorunması üçün hər bir addım atılacaq ki, dəyərlər qorunsun və hər bir dövlət də nə hansı addımlar onun üçün əlverişlidir, hansı siyasət onun üçün əlverişlidir, hansı layihələr onun üçün əlverişlidir çox gözəl bilir və bütün bu addımlarda əlbəttə ki, Cənubi Qafqazda o mühitin qorunması, o inkişafın gələcəkdə təmin edilməsi üçün bu addımlar atılır və Ermənistan da əgər maraqlıdırsa bu prosesə qatılacaq, sülhə doğru addım atarsa. Bilirsiniz, Ermənistan sülhə doğru addım atmır, əksinə pozucu fəaliyyətlə məşğuldur və Cənubi Qafqazda Gürcüstan, Azərbaycan lider dövlətlər olaraq müəyyən sabitliyi qorumağa çalışdılar. Və bu proseslərdə, bu baş verən hadisələrdə bizim prezidentimiz birlikdə dedi ki, mətbuat konfransında dedi ki, enerji təhlükəsizliyində Gürcüstanın danılmaz, yəni Azərbaycanın Gürcüstanın fəaliyyəti danılmazdı. Sizcə, bu proseslərdə qonşu dövlətlər, Cənubi Qafqazdakı qonşu dövlətlər öz reaksiyasını bildirməli deyilmi Ermənistana? Siz çox gözəl bildirdiniz, Ermənistan addımlar atmır. Əlbəttə ki, bu proseslərdə qıraq dövlətlərin, yəni qıraq dövlətlər dedikdə, yəni regiona aid olmayan dövlətlərin müvafiq dairələrinin marağı da var. Çünki Cənubi Qafqazda müstəqil siyasət yürüdən dövlətlərin, onların müstəqil siyasətində marağı olmayan dövlətlər var ki, məhz bu sülh prosesinin ləng getməsində, bu münaqişənin həll edilməməsində marağı var ki, necə biz bunu Səmərkənd sammitində də o dairələrin marağının açıq şəkildə biz bunu gördük. Məhz bu tandemin qırılmasında marağı olan dairələri biz gördük. Məsələn, Avropa İttifaqının Mərkəzi Asiya can atmasını biz görürük və bu sammitdə açıq aydın biz mesajları gördük ki, məhz orta dəhlizdə Gürcüstanın rolunu, necə bundan qabaq Azərbaycanın əhəmiyyətini Avropa üçün məhz kiçilməyə can atırdı müvafiq dairələr. Məhz bu sammitdə də Gürcüstanın əhəmiyyətini orta dəhlizdə biz kiçiltmək cəhdlərini gördük ki, cənab prezident bunu ADA forumunda da öz mesajında bildirdi ki, məhz Gürcüstanın infrastrukturunu, məhz Gürcüstanın rolunu vurğuladı. Ermənistanın məhz burada adı çəkilir. Nəyə görə? Ermənistanın heç bir infrastrukturu, Ermənistanın bir inkişaf, heç bir layihələri, bir iqtisadi baxımından, yəni müqayisə baxımından daima layihələrdə, istər nəqliyyat, istər enerji layihələrində biz Gürcüstanı görmüşük. Orta dəhlizdə Azərbaycanla Gürcüstansız yəni təsvir olunmur. Burada artıq iqtisadi bonuslarla siyasi bonusların qazanılmasını biz görürük. Əlbəttə, sualınıza gəldikdə
siz region dövlətlərin burada əsasən də Gürcüstandan biz danışsaq, biz Antalya forumundan biz danışmalıyıq. İlk olaraq məhz yəni bu yaxınlarda əgər yaxında keçirilən tədbirlərdən danışsaq, Gürcüstan öz vasitəçiliyini, öz məhz köməyini Antalya forumunda bildirdi ki, məhz hazırdır dialoqun inkişafı naminə, məhz bölgədə, regionda sabitliyin inkişafı naminə Gürcüstan bu məsələdə köməkliyini göstərməyə hazırdır. Amma onu da qeyd etmək lazımdır ki, məhz sülh prosesinin təşəbbüskarı Azərbaycan olub, sadəcə olaraq Ermənistan özü bu məsələni tezləşdirmir. Çünki Azərbaycan heç bir yeni bir şərt ortalığa çıxartmır. Azərbaycan sadəcə olaraq öz legitim hüquqlarını qoruyur. Legitim hüquq da ondan ibarətdir ki, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi iddiaları ilə bağlı əsaslar var. Konstitusiyasında Azərbaycanın ərazisi ilə bağlı məhz iddiaların çıxarılması ilə bağlı Azərbaycan dövləti öz şərtlərini, heç bir dövlət sülh sazişini o iddialar ola imzalaya bilməz və burada həmçinin də Minsk qrupunun ləğv edilməsi ilə bağlı, çünki Minsk qrupu de facto bugün fəaliyyət göstərmir. Yəni heç münaqişə dövründə də göstərməyib və onun yaradılması da münaqişənin həll edilməsi ilə bağlı olub və əgər bugün münaqişə həllini tapıbsa, onun de jure olması, bəli, və bu gün də Gürcüstanın və Azərbaycanın həm xarici siyasətində üst-üstə düşən mövqeləri var. Digər tərəfdən də əsas mövqe ondan ibarətdir ki, məhz Cənubi Qafqaz regionunun inkişafı, burada sülh və sabitliyin bərqərar olunması və bu prosesə də əgər məhz Ermənistan qoşulsa, əlbəttə ki, Cənubi Qafqaz da inkişaf etmək üçün bir zəmin yaranacaq. Təşəkkür edirəm sizə, Nigar xanım. Çox sağ olun. Siz sağ olun. Hörmətli tamaşaçılar, Evimiz TV-nin qonağı millət vəkilimiz Nigar Məmmədova idi.